Xahiş edirəm baxışlarımızı düzəldək. Xahiş edirəm sizdən, özümdən baxışlarımızı düzəldək. Amma təbliğatla düzəlmir. Deməklə, eşitməklə düzəlmir. Xeyri yoxdur. Danışdıq bir ay, inanın ki, mənim sözümdən çox siz özünüz başa düşməlisiniz. Mən özüm başa düşməliyəm. Söz adama kömək eləyir, amma çox yox. Sözün üzərində təfəkkür eləyib, gedib elə yerlərə çıxa bilərsiniz ki, o minbərlərdən deyilə bilməz. Minbərlərdən gözləntiniz olmasın ki, bütün həqiqəti olduğu kimi çatdıra bilsin. Minbərin, xutbənin bu gücü yoxdur. Sözün bu gücü yoxdur. Sözün bu gücü yoxdur. Mərifəti adam özü başa düşər. Söz kömək eləmək üçündür. Söz kömək eləmək üçündür. Hərçənd bizim təbliğimizdə hələ çox nöqsanlar var. Hələ onun üstünə gəlmirəm. Hər danışılan emosional söhbət din təbliği deyil. Hər ağlamaq, hər gülmək, bir cəmaatı təsirləndirmək çox asan olub indi. İki kəlmə danışarsan, bir gün ağladı, bir gün güldü. Bir dənə işi bilməyən adam, yaxud da qərəzli adamın əlinə düşəb manipulyasiya eləyəcək.